Şəbnəm Tovuzlu. Şəbnəm Tovuzlu deyib ki, bu mahnıya görə 50.000 manat pul almışam. Yəni veriblər mən o pulu. Təbii ki, AZN-lə, Azərbaycanın milli pulla olub da, dollarla olmayacaq ki. Maraqlıdır kimdir Şəbnəm Tovuzluya bir mahnıya görə 50.000 manat qonorar ödəyən. Yəni varmı Azərbaycanda? Yəqin nə deyirsə düzdür də. Təbii ki, o mahnının sahibi olsa, o oxuyubsa, demək həqiqət var dediklərində. Təbii ki, mən də istinad edirəm bizim mediaya. Deyir ki, Şəbnəm Tovuzlu deyir ki, 15 ölkənin nümayəndəsinin iştirak etdiyi gecədə Qarabağ Azərbaycandır mahnısını oxudum. Oxuyub təbii ki, müğənni bu konsertdə gecəyə görə 50.000 manat qonorar alıb. Yəqin 15 ölkənin nümayəndəliyi hər birisi, yəqin mən belə düşünürəm də, öz büdcəsindən bu mahnıya görə pul ayırıb və Şəbnəm xanıma təbii ki, təqdim ediblər. Bu da 50.000 manat pul edib də. Yəni mən düşünmürəm ki, bir şirkətin sahibi bir nəfər bu qədər pulu ödəsin. Yəni 15 nəfər nümayəndəlik olub orada. Təbii ki, mən düşünürəm ki, hər birisi özünə çatan qonorarı hazırlayıb Şəbnəm Tovuzluya təqdim ediblər. Sara Səfra Bahadurdan.